Bəs keçmişdə deyim ki, bazarın formalaşmasında görünməz olan qaydalar var idi. Görünməz qaydalar var idi ki, bunlar formalaşdırırdı bazarı. Bu qaydalar necə? Bu gün də var, yoxsa yoxdur? İnkişaf etməkdə olan ölkələrdə görünməz qaydalar hər zaman var. Çünki yenilik və dəyişimlər olur. Amma görünməz dediyimiz qaydalar əslində görünür. Yəni heç bir kriz anlıq gəlmir. Heç bir görünməzlik də uzun müddətli olmur. Yəni bunun illa bir görünəni var. Mənə görə inkişaf etməkdə olan ölkələrdə keçmişdə əlaqələr və doğru bağlantılar bir çox mexanizmanı həll edəcəykən, indi də bu əlaqələrin önəmi var, amma şəffaflıq biraz daha ön plana çıxıb. Burada çox şey dəyişməyib, xərc bəlkə eyni qalıb, bəlkə də artıb, amma burada artan ən önəmli şey rəqabətlərin çoxluğu, haqsız rəqabətin olması və miqyasın balacalığıdır. Bundan ötürü də sahibkarlar, sektörlər bir-biri ilə mücadilə eləyirlər. Daha yaxşını ortaya qoymaqdan ötürü deyil də, yəni kimisə bazardan çıxartmaq nöqtəsində hərəkət edirlər. Bu da istər-istəməz gəliri azaldır. Gəlir azaldığı zaman da sahibkarların sağlam dayanma ehtimali yoxdur. Düşünün ki, keçmişdə inkişaf etməkdə olan ölkələrdə bəlkə digitallıq və rəqəmsəlləşmə çox önəmli deyildi. Uçot çox önəmli deyildi. Şirkətlər sistemləşmə, strukturlaşma çox önəmli deyildi. Çünki risk çox olduğu üçün gələnin çox rahatlıqla qazanca dönüşdə bilirdin. İtkilər sənin çox diqqəti cəlb eləmirdi. Amma indiki bazarda sənin strukturlaşma, sistemləşmə, əvvəlki xərci azaltma məcburiyyətin var. Əgər əvvəlcə mən belə işləyirdim, belə işləməyə davam eləməliyəm məntiqi yanlış məntiqdir. Bəzən bir nəfər indi 4 nəfəri əvəzləyə bilir. Bəzən bir digital transformasiya, süni intellektlə inteqrasiya şirkətin bir çox məsələsini həll eləyə bilir. Ona görə sahibkarlar keçmişi aramaqdan vazgeçməlidirlər. Anı və günü yaşamalıdırlar. Keçmişdə belə idi deməkdən də vazgeçməlidirlər. Görünməzlik hər zaman var. Mövcud durumda, mövcud vəziyyətdə, mövcud şəraitdə bazarın tələbinə uyğun hərəkət eləməyi bacarmalıdırlar. Burada iki önəmli prinsip var. Əvvəl xərcləmək, mali güc, nəqd axışı güclü idi, indi deyil. Buna görə hərəkət eləməlidirlər. Əvvəl bir çox mexanizmada sən işçi sayısını çox eləyib daha çox nəticə aldığını düşünə bilirdin. İndi bunun o qədər önəmi yox, çünki digital transformasiya burada önəmli bir rol oynayır. Əvvəl çox sadə gəlir xərc anlamında baxırdın, indi gəlir xərc yetərli deyil. Buna balansa da baxmalısan, nəqd axışına da baxmalısan və s. və ilə axır. Ona görə də keçmişi axtarmaq, keçmişdəkini axtarmaq doğru deyil, doğru olmayacaq. Günümüzü doğru baxıb, gələcək bizə nə çağrışdırır? Çünki keçmiş bugünü çağrışdırırdı, biz bunu örtmədik. Bugün də gələcəyə çağrışdırır. Gələcək bizə nə deyəcək? Onun hazırlığını indi eləməlidirlər. İndi eləsələr, eləyəcəklər. Eləməsələr, eləyə bilməyəcəklər. Qısacası deyim ki, baxıb da görmələrini təklif edirsiniz. Yəni, baxmaq, görmək deyil də, məsələ odur. Yəni, bəzən, mən sizə keçmişdəki önəmli xətalardan birini də deyim. Güclü fiqur var, lider var və şirkəti riskə alaraq böyüdən adam var. O adam indi də onun eyni şəkildə gedəcəyini düşünür və o güclü fiqur keçmişdə inanılmaz oğurluq və aldanmalar yaşayır və güvən problemi yaşayır. İndi də eyni psixologiya ilə davam eləyir və yenə də dedikodu ilə, harasa bir adam qoymaqla, ondan bundan məlumat alaraq şirkət idarə etməyə çalışır. Əslində uçotlarla bir çox mexanizma ortaya çıxarda bilərkən, o güclü liderə bağlı şirkət davam edir və küçülür, getdikcə küçülür. Bu problem davam edir, davam etməkdədir hələ də.